Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Deməli, taksonomiyanın ikinci hissəsinin izahını verirəm. Baxaq bircə-bircə, görək bizdən nə istəyir və biz nə dərəcədə bilirik taksonomiyanı. İzahı testi elədikdən sonra dinləyərsiniz. Testin linkini elektron şəkildə bildiyiniz kimi şərh olan hissəyə yerləşdirəcəm. Birinci suala baxaq. Dərs zamanı şagirdlərin əksəriyyətində passivlik müşahidə olunur. Bu vəziyyətin mümkün səbəbləri kimi motivasiyanın azalması, dərs üsullarının uyğun olmaması, ailə mühitində dəstəyin zəifliyi və mövzunun çətinliyi göstərilir. Bu səbəbləri şagirdin şəxsi xüsusiyyətləri və təlim mühiti ilə bağlı amillər üzrə təsnif edin və hansı amilin daha təsiredici olduğunu əsaslandırın. Daha ən lab haradaydı müəllimlər? Təbii ki, təhlil mərhələsində idi. Yəni, ən vacibini oradan seçmək lazım. Ən vacibini seçirsənsə, sən analiz edirsən və təhlil edib seçirsən, deməli, təhlil etmə mərhələsidir. İkinci sual. Şagird problemin həlli üçün vacib olan həlledici nüansları müəyyənləşdirir. Yenə də eyni məqam, yəni ən həlledici məqamı müəyyənləşdirmək, seçib götürmək. Yenə də burada müəllimlər təhlil etmə mərhələsidir. Bu da rahat sual. Üçüncü suala baxaq. Məktəbin biologiya laboratoriyasında təcrübə dəstələri məhduddur. Müəllim şagirdlərə belə bir tapşırıq verir. Sizdən tələb olunur ki, fotosintez və tənəffüs prosesi ilə bağlı ən az 2 bioloji prosesi müşahidə etməyə imkan verən bir təcrübə qurğusu və ya model dizayn edəsiniz. Deməli, uşaqlar burada nələr eləyəcəklər, nələr? Hazırladığınız qurğu biologiya dərslərindən istifadə oluna bilməlidir. Hətta elə bir qurğu eləməlisiniz ki, biz onu dərsdə belə istifadə eləməliyik. Uşaq nə etməlidir? Burada əməlli başlı kəşf olunmalıdır. Kəşf etmək, icad eləmək, yaratma mərhələsindədir. Bəli, düz deyirsiniz, eşidirəm səsinizi. Dördüncü sual. Müəllim şagirdlərə sual verir. Qanunlar olmasa cəmiyyəti idarə etmək mümkün olardımı? Fikrinizi nümunələrlə əsaslandırın. Deməli, nümunələrlə əsaslandırırsansa, deməli, sən nümunə gətirsən ki, fikri əsaslandırasan. Dəlil, fakt, sübut ortalığa qoyursan. Deməli, nə olacaq müəllimlər? Təbii ki, dəyərləndirmə mərhələsi olacaqdır. Münasibət bildirəcəksiniz axı. Baxın, nümunələrə əsaslanıb fikir bildirmək təhlildir. Amma nümunələr gətirib, sən gətirirsənsə o nümunəni dəyərləndirmədir. Amma verilmiş nümunə üzərində sən münasibət bildirsən, hazır bir şey üzərində bu təhlildir. Yəni, bunu qarışdırmayın. Görün, nümunələrə əsaslanıb deyir, yoxsa deyir, nümunələr gətir. Yəni, bütün yük sizin üstünüzdədirsə, bu dəyərləndirmə mərhələsidir. Bu şeylərə diqqətli olun. Müəyyən edin. Şagirdlər müxtəlif hündürlükdəki ərazilərdə temperatur dəyişməsini, orada yaşayan insanların fəaliyyətlərini necə təsir etdiyini izah edirlər. Deməli, bu prosesi izah edirlərsə, burada proses baş verir. Necə prosesdir müəllimlər? Temperatur dəyişir. Yəni, müxtəlif hündürlükdə, belə deyək ki, temperatur dəyişikliyi baş verir. Temperatur dəyişikliyi baş verirsə və o temperatur dəyişikliyini şagirdlər izah edirsə, deməli, neyinir? Şagirdlər, belə deyək də, özünəməxsus şəkildə həmin hadisəni başa düşdükləri kimi izah eləyəcəklər. Düzdürmü? Başa düşdükləri kimi izah eləyəcəklərsə, burada nə olacaq? Təbii ki, açıq tipli sual şəklindədir də, bu konseptual və anlama mərhələsi olacaqdır. Növbəti sual belədir. Bir ekosistemdə müəyyən müddətdən sonra bitki növlərinin sayı azalır. Eyni zamanda həmin mühitdə bəzi heyvan növlərinin sayında da əvvəlki vəziyyət sayında da artım müşahidə olunur, torpağın məhsuldarlığı əvvəlki vəziyyətini itirir. Bu dəyişikliklərin bir-birlə necə əlaqəli olduğunu müəyyənləşdirin və prosesin gedişində hansı bioloji əlaqələrin pozulduğunu, deməli, müəyyən edin. Deməli, ekosistemdir. Müəyyən müddətdən sonra bitki növləri azalır, heyvanları da azalır, torpağın da məhsuldarlığı itir və bu deyir ki, bunlar bir-birinə əlaqəlidir. Bu əlaqəni üzə çıxart. Bu əlaqəni üzə çıxart və hansı bioloji əlamətlərin pozulduğunu müəyyən elə. Yəni, təhlil elə, analiz apar ki, bunlar niyə bu dərəcədə gəlib bu yerə çıxıbdır? Nələr baş verir burada? Bəli, burada analiz olduğuna görə təbii ki, burada təhlil etmə olacaqdır. Növbəti sual. Uyğunluğu müəyyən edin. Şagird vaxtın səmərəli idarə olunması qaydalarının bildiyini nəzərə alaraq
dərs hazırlığı, istirahət və ailə ilə vaxt keçirməsini əhatə edən bir günlük vaxt bölgüsü tərtib edir. Deməli, şagird özünə uyğun vaxt planı tərtib edir. Verilmiş tapşırıq bunun taksonomiyasının hansı mərhələsidir? Deməli, vaxtın səmərəli idarə olunması qaydalarını bilir. Həmin qaydalardan istifadə eləyərək nədənsə istifadə eləmək nə olardı sizcə? Dərs hazırlığında, istirahətində, ailə ilə vaxt keçirməsində günlük vaxt bölgüsünü tərtib edir. Nəyə əsasən tərtib edir? Vaxt qaydalarının səmərəli olduğu qaydasını bildiyinə görə. Yəni, nədənsə istifadə edibsə, bu nə olacaq? Təbii ki, bu tətbiq etməməli. İstifadə etmək hardaydı? Tək bir feylə görə demirəm, amma sadəcə olaraq, yəni o qaydadan istifadə edir həyata keçirdiyinə görə. Burada tətbiq etmə mərhələsidir. 8-ci sual. Xəritəyə baxarkən üzərində müxtəlif rənglər və işarələr görürsünüz. Xəritədə istifadə olunan iki əsas işarəni və onların nəyi ifadə etdiyini yazın. Müəllimlər demir, iki əsas işarəni seçin. Deyir ki, işarəni xatırla və yadına sal gör həmin işarələr nəyi bildirirdi. Təbii ki, bu nə olacaq? Təbii ki, bu xatırlama mərhələsi olacaq. 9-cu sual. Bir də görürsünüz, xəritədə işarələr olur. Aşağıda rənglər də olur. Məsələn, tutaq ki, deyir ki, Monqolların Azərbaycana gəldiyi yerlər. Və yaxud da tutaq ki, 100 illik müharibədə İngiltərənin ələ keçirdiyi ərazi. Bu rənglə işarələrim. Yəni, o rəngin mənasını bilir, xatırlayır və yaxud da işarəni bilir və ona uyğun yadına salır və tapır. Xatırlama mərhələsi. 9-cu sual. Deməli, müəllim qaydanı izah etdikdən sonra 2 nümunə təqdim edir. Qaydanın hansı nümunədə düzgün tətbiq olunduğunu müəyyən edin, deyir. Deməli, müəllim 2 dənə qayda, daha doğrusu qayda izah edir, 2 dənə nümunə verir. Qaydanın hansı nümunədə düzgün, yəni uşaq o qaydanı anlamalıdır ki, başa düşməlidir ki, nümunənin hansının daha düzgün olduğunu müəyyənləşdirə bilsin. Yəni, anlayıb seçməlidir. Ona görə də burada anlama mərhələsidir. Daha doğrusu 10-cu sual. Aid olmayanı tap, deyir. Aşağıdakı tapşırıqların hansı idrak sahənin dəyərləndirmə mərhələsinə aid deyil? Mənimlə dəyərləndirmə mərhələsi bir dənə feilləri xatırlayaq. Münasibət bildirmək, əsaslandırmaq, dəyərləndirməyin özü, mühakimə etmək, qiymətləndirmək bu kimi feillər əsasındadır. İndi baxaq. Heyvanlardan təcrübi məqsədlərlə istifadə olunmalıdırmı? Mövzusunda debat. Debat bilirsiniz, dəyərləndirmədir. Bunu demişəm ki, D kimi yadınıza saxlayın. Debatda niyə dəyərləndirməlidir? Çünki debat elə bir iş üsuludur ki, 2 qrup olur. Böyük qruplarda ola bilər, kiçik, yəni cütlərlə də ola bilər, fərq etməz. Burada deməli bir-birindən fikrini lehinə və əleyhinə olan məsələlər qoyulur. Kimin qarşı tərəfi inandırmaq qabiliyyəti çox olarsa, həmin debatda o insan uğur qazanır, şagird uğur qazanır. Amma əsaslandırmalıdır. Nümunə gətirməlidir, argument qoymalıdır ortalığa. Ona görə də burada əsaslandırma olduğuna görə debatda dəyərləndirmə mərhələsidir. Verilmiş maddənin fiziki və kimyəvi xüsusiyyətlərinə görə müqayisə et. Burada müqayisə etməlilər. Bu anlama mərhələsidir, yəni bu dəyərləndirməyə aid deyil. İkinci Dünya müharibəsində SSR-nin mövqeyini münasibət bildir. Bax, mövqeyini münasibət bildir, mühakimə yürüt, argumentlər gətir. Yəni A da belə deyək ki, C də, D də, Y də dəyərləndirmə mərhələsidir. Yalnız B anlama mərhələsi olduğuna görə bu dəyərləndirmə mərhələsinə aid deyil əziz müəllimlər. Təşəkkür edirəm hər birinizə.